Ana ailə qurursa, mən niyə aliment ödəməliyəm? Sənin uşağı kimsə başqası saxlamalıdır. Uşaq dünyaya gələndə sən artıq bu öhdəliyi qəbul etmiş olursan. Atanın işsiz olması onu aliment öhdəliyindən azad edir. Aliment vermək istəməyən kişilərə qarşı qəzəb daha çoxdur. Tək atadan söhbət gedə bilməz, burada anadan da söhbət gedir. Yəni ananın da burada vəzifəsi var, öhdəlikləri var. Qiymət artımını nəzərə alaraq 246 manat yetərlidirmi? Biz 246 manat o halda tuturuq ki, valideynin rəsmi gəliri yoxdur. Atanın 500 manat əmək haqqısı var, ananın 2500 manat əmək haqqısı var. 2500 manat əmək haqqı sən alırsan, 500 manat o alır. Sən ona deyə bilməzsən ki, minimum 246 manat hamısını o verməlidir. Hansı halda alimenti kişi yox, məhz qadın ödəyir? Nə üçün kənar bir qurum, istər məhkəmə olsun, istər icra qurumu olsun, dünyaya övlad gətirən bir valideynə məcbur etməli ki, geçsən öz uşağının pulunu ödə ki, o ac qalmasın. Hər vaxtınız xeyir, Hardan Başlamalı efirdədir. Bu dəfə də qonağımız vəkil Elvin Səlimov olacaq. Elvin bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Sonuncu görüşümüzdə biz boşanmada xəyanət amilindən danışdıq və istər sosial şəbəkədə, istərsə də YouTube üzərindən marağa səbəb oldu. Eyni zamanda bir çox izləyicilərin verdiyi suallar var idi və gəlinən nəticə bu oldu ki, həmin sualların böyük bir qismi məhz aliment mövzusu əsasındaydı. Ona görə qərara gəldik ki, sizinlə bu dəfə elə aliment üzərindən danışaq. Əvvəlcə gəlin elə bundan başlayaq. Atanın işsiz olması onu aliment öhdəliyindən azad edirmi? Etmir. Nə üçün etmir? Gəlin birinci məsələyə baxaq ki, ümumiyyətlə aliment mövzusu çox geniş mövzudur. Burada tək uşaqla bağlı deyil, aliment ümumilikdə həm valideynin özünün aliment almaq hüququ var, hətta baba-nənənin aliment almaq hüququ var, ər-arvadın bir-birindən aliment almaq hüququ var. Yəni bu aliment ümumi mövzu olaraq çox genişdir. Biz indi dediyimiz mövzu sırf yetkin yaşına çatmayan şəxslərin aliment yetkin yaşına çatmayan şəxslərin yaşaması üçün ondan ayrı yaşayan valideynin ona qidalanması üçün ödənilən pul məbləğindən danışılır. El arasında dolanışığı üçün verilən pul. Yəni ümumiyyətlə aliment sözünün mənası qidalanma deməkdir. Yəni bu bizə mənası qidalanma deməkdir. Gəlin belə deyək, uşaq anadan olursa, burada hüquqi aspektdən əvvəl bir fəlsəfi aspekti var məsələn. Yəni düşüncə lazımdır insanda ki, sən alimenti nə üçün verirsən? Uşaq üçün verirsən. Bu uşağın dünyaya gəlməsində uşağın hər hansı bir rolu varmı? Xeyr, yoxdur. Valideyn olaraq sənin rolun var, sənin öhdəliyin var və sən bu uşaq dünyaya gələndə sən artıq bu öhdəliyi qəbul etmiş olursan. Və sənin işləməməyin bu öhdəliyindən səni azad etmir. O zaman sən valideyn olaraq, yəni ata olaraq aliment öhdəliyini icra etməyə bilərsən ki, sən əmək qabiliyyətsiz olan şəxssən. Yəni sənin əmək qabiliyyətin yoxdur, xəstəsən, yəni işləyə bilmirsən, hər hansı bir gəlir əldə edə bilmirsən. Belə olan halda təbii ki, həmin aliment öhdəliyindən azad oluna bilər məhkəmə qərarının əsasında. Amma sual yarana bilər ki, bu zaman uşaq nə etməlidir, ac mı qalmalıdır? Xeyr, təbii ki. Çünki qanunvericilik ümumiyyətlə uşağın qidalanmasını, yəni yaşamasını bir valideynin üzərinə qoymur. Yəni tək atadan söhbət gedə bilməz, burada anadan da söhbət gedir. Yəni ananın da burada vəzifəsi var, öhdəlikləri var. Və belə olan halda təbii ki, uşaq ananın yanındadırsa, onun yanında saxlanılırsa, ana həmin öhdəliyi icra etmək məcburiyyətindədir. Bu da istisna bir hal kimi. İstisna hallardır. Əlbəttə, ümumiyyətlə aliment məsələsi fərdi məsələdir. Yəni hər bir ailəyə, hər bir münasibətlərdə fərdi şəkildə belə deyək, qanunvericilik buna baxır. Yəni ümumi təbii ki, normalarımız var, ailə qanunvericiliyi var. Nazirlər Kabinetinin qərarı var ki, hansı gəlirlərdən aliment tutula bilər. Yəni bunlar başqa-başqa məsələlərdir. Amma ümumilikdə hər bir belə deyək, ailədə nikah pozularkən və ya nikah pozulmadan da belə aliment tutulması var bildiyimiz kimi. Yəni hər bir məsələyə fərdi şəkildə yanaşılmalıdır. Yəni bugün biz desək ki, yox, atanın işləməməsi onun aliment öhdəliyindən azad edir.
birində azad eləyə bilər, digərində azad etməyə bilər. Son illər istər marketə girəndə, istər tərəvəz mağazasına girəndə, geyim mağazasına girəndə qiymətlərin artımı göz qabağındadır və hazırda ölkəmizdə alimentin minimum məbləği 246 manat hesablanır, 246 manat götürülür. Siz necə düşünürsünüz? Bugünkü qiymət artımını nəzərə alaraq 246 manat yetərlidirmi? Mən onu o cür dəqiqləşdirmək istərdim ki, yəni bir çox insanlarda belə bir fikir var ki, alimentin minimum məbləği 246 manatdır, elə deyil əslində. 246 manat yetkinlik yaşına çatmayan şəxslərin, yəni uşaqların aylıq yaşaması üçün olan minimal həddir. Minimal həddir. Yəni bu 246 manat odur. Ümumilikdə isə, yəni o 246 manatdan aşağı həddə də aliment tutula bilər. Yəni məsələ nə qədər? Məsələn 200 manat tutula bilər, hətta 180 manat tutula bilər. Bu 246 gəlin baxaq. Bakı şəhərində, Bakı və Abşeron yarımadasında, yəni Abşeron rayonu olsun və yaxud da Sumqayıt olsun, oradakı alimentlə bağlı olan qərarlarla ölkənin başqa digər rayonlarında olan qərarlarda, yəni məbləğlərlə bağlı. Məsələn, hansısa bir kənddə yaşayan ailəyə fərqli yanaşma. Əlbəttə ki. Yəni bu reallıqdır. Yəni biz bu gün deyə bilmərik ki, Bakı şəhərində 246 manat tutulursa minimum, məsələn, hansısa bir ucqar rayonda da 246 manat tutulacaq. Gəlin o zaman hər ikisinə ayrı-ayrılıqda yanaşaq. Ola bilər hansısa kənddə bir uşaq üçün ödənilən 200 manat aliment yetərmi, yetməzmi? Bu özü də bir mübahisəli məsələdir. Amma mən istəyirəm elə 246 manat, yəni Abşeron yarımadası üçün nəzərə alaraq toxunaq. Yəni yetərlidirmi bir uşağın xərclərini qarşılamaq üçün bu məbləğ? Minimumdan hesablasaq. Təbii ki, bax adında olduğu kimi minimal yaşayış həddidir də bu. Günə 8 manat məbləğ düşür. Yəni hesablayanda 30 gündən günə 8 manat məbləğ düşür. Nəzərə alsaq ki, bu uşağın minimum yaşayış həddi deyəndə biraz belə kobud formada çıxmasın da, yəni ölməmək üçün olan bir məsələdir. Yəni minimal ehtiyaclardır bunlar. Yəni ola bilər ki, uşağın əyin başı var, paltarı var, gəzməyi var, harasa havaya çıxmağı var, eyni zamanda qidalanmağı var. Bu bunun ən minimum həddini hesablayır. Yəni sən tutaq ki, uşağa hansısa bir paltar alırsansa 50 manatlıq paltar da var, 10 manatlıq da paltar var. Yəni bunu bugünkü gündə qanunverici qəbul olunarkən bunların hamısı, yəni bazardakı vəziyyət, iqtisadi vəziyyət nəzərə alınır və ona uyğun olaraq da o məbləğ müəyyən olunur. Təbii ki, mən hesab edirəm ki, Bakıda əgər sağlam uşaqdırsa, sağlam, hər hansı bir fiziki qüsurları yoxdursa, narahatçılığı yoxdursa, yəni həkimə müraciət ediləcək bir durumlar yoxdursa, 246 manat minimum üçün yetərlidir. Minimum üçün yetərlidir. Yəni burada avtomatik olaraq insanların beyninə belə bir fikir gələ bilər ki, uşaq dərsə gedir, gəlir, taksi ilə gedir, gəlir və yaxud da ki, avtobus pulu var və yaxud da ki, uşaq hazırlığa gedir, onun pulu var. Bu 246 manat onu nəzərdə tutmur. Onlar hamısı qanunvericilikdə əlavə xərclər olaraq hesablanır. Ki, yəni və bu da qanunvericilikdə ancaq qidalanmanı nəzərdə tutur. Təbii ki, yəni minimum, yəni acından ölməmək üçün, belə deyək, paltarsız qalmamaq üçün olan bir həddi nəzərdə tutur. Axı bəs uşağın eyni zamanda geyimi var. Uşaq əgər bağçaya gedirsə bunun müəyyən mənada yol xərcləri var. Məktəbə gedirsə hamımız valideynini bilirik, nələr baş verir. Eyni fikri deyirsiniz. Mən də elə ona uyğun olaraq deyirəm ki, minimum olaraq hesablanır və onu nəzərdə tutulur. Necə düşünürsünüz? Məhz bu məbləğlə bağlı məsələlərdə biz vaxtaşırı olaraq həmin o alimentin minimum məbləğinin artımını görürük. Bu da əlbəttə ki, qiymət artımından irəli gələn bir məsələdir. Təkcə qiymət artımına görədirmi, yoxsa? Burada ümumiyyətlə minimal yaşayış həddinin məbləğin artırılması hər il qanunvericilik qəbul olunur və ilə uyğun olaraq həmin hədlər müəyyən olunur. Təbii ki, bu ölkədə gedən iqtisadi proseslərlə bağlıdır. Bu inflyasiya prosesləri ilə bağlıdır. Bu qiymətlərin artımı ilə hər bir şey ona təsir edir və ona uyğun olaraq da əlbəttə ki, qiymətlər artırılır. Məsələn, 5 il 6 il bundan qabaq 190 manat idi minimum hədd. Bugün 246 manatdır minimum hədd. Ola bilər gələnlərim 260 manat olsun həmin hədd. Yəni
Bu ya və yaxud da ki artmaya bilər. Yenə deyirəm, yəni tendensiya belə göstərir ki, statistika belə göstərir ki, hər il artır. Çünki bütün dünyada inflyasiya gedir, insanlar artır, qidalanma proseslərində müəyyən çətinliklər olur falan və s. Minimum əmək haqqının qalxması da bu prosesə təsir edən amillərdən biridir. Bəli. Mən istərdim, həyat şəraiti dəyişəndə bir ata aliment ödəyir və həyat şəraiti dəyişir, yəni maaşı artır və ya azalır. Bu zaman alimentin məbləğinin dəyişmə ehtimalı varmı? Məhkəmə predmetinə çevirə bilirmi? Baxın, burada belə bir məqam var. Əgər biz bu sualı 2024-cü ildə müzakirə etsəydik, onu başqa cür formulovka eləyəcəkdik. Çünki əgər aliment məhkəmə qərarı ilə tutulursa, burada alimentin müəyyən olunmasının iki fərqli cəhətləri var. Bir, tərəflərin sazişi ilə tərəflər öz aralarında razılığa gəlirlər ki, uşağın saxlanılması üçün kənarda yaşayan valideyn uşağa görə hər ay müəyyən bir X məbləğ ödəyəcək, şərt olaraq deyirəm. Və bir də məhkəmənin qərarı ilə, yəni mübahisə olduqda təbii ki, məhkəmə qərarı ilə bu olur və valideyn öz vəzifə öhdəliklərini icra etmədikdə məhkəməyə müraciət etməli olur digər valideyn və əgər məhkəmə qərarı ilə nəzərdə tutulursa, bu ildən, yəni 2025-ci ildən artıq hər il artdıqca minimum hədd həmin məbləğin artmasına hər dəfə məhkəməyə müraciət etməsinə ehtiyac qalmır. Necə tənzimlənir? Ali məhkəmənin plenum qərarı oldu bundan bağlı ki, əgər məsələn indi 246 manat olaraq göstərilmir və yaxud da 220 manat olaraq göstərilmir. İndi minimum əmək haqqının 0.65 misli məbləğində göstərilir. Və hər il minimum əmək haqqı artdıqca həmin məbləğ də ona uyğun olaraq artır. Yəni valideyn hər il yenidən məhkəməyə müraciət etmək öhdəliyindən, belə deyək, vəzifəsindən azad olur. Yəni bu problemi artıq hər il çəkmir. Məhkəmə predmeti olarkən, yəni aliment kəsilərkən, sadə dillə desək, atanın maaşı 1500 manat idi. Bəli. Amma ya zəlzələdən, ya vəlvələdən o 1500 manatlıq işə yox, artıq 1000 manatlıq bir işdə çalışırsa, bu zaman aliment azala bilərmi? Əlbəttə ki, azalacaq. Siz dediyiniz məqam isə alimentin əmək haqqına uyğun olaraq hesablanması məsələsidir ki, yəni bir uşağa görə 25%, iki uşağa görə 33%, mən daha doğrusu qanunvericiliyin dili ilə desək 4/1 hissə, 3/1 hissə və yarısı. Yəni 3 və daha çox uşaq olduqda yarısı tutulur. Yəni gəlirlərinin yarısı tutulur. Biz 246 manat o halda tuturuq ki, valideynin rəsmi gəliri yoxdur. Rəsmi gəlir olmadıqda və həyat şəraiti onu göstərdikdə ki, bu valideynin qeyri-adi bir maddi imkanları yoxdur, o zaman məhkəmə dediyimiz kimi minimum həddə tutur o alimenti. Amma 1500 manat valideyn əmək haqqı alırsa, bir uşaqdırsa, onun 1/4-ni aliment olaraq məhkəmə müəyyən eləyir və həmin 1/4 nə qədər məbləğdirsə, onu ödəməli olur. Yəni birbaşa əmək haqqısından tutulmalar olur və həmin valideynin, belə deyək, həmin şəxsin əmək haqqısı azalarsa, 1500-dən 1000-ə düşərsə, təbii ki, ona uyğun olaraq da 1/4 hissə məbləğ azalır. Belə olan halda nə baş verir? Tutaq ki, məbləğ indi 1500-dən 1000 manatın arasında biz fərqləri müəyyən etdik. Təsəvvür edin ki, 1000 manatla 700 manat arasındakı fərqi müəyyən edək. Və yaxud da ki, 500 manata işləyənlər də var. 500 manata işlədiyi halda təbii ki, 1/4 hissə bir uşaqdan nəzərən götürürəm də 1/4 hissə 246 manatdan aşağı olur. Məhkəmə bu halda, yəni təcrübəyə əsaslanaraq deyirəm, məhkəmə bu halda 1/4 hissəsini müəyyən eləyir və uşağın minimal həddini gətirib çatdırmaq üçün əlavə olaraq o qalıq məbləği sabit pul məbləği şəklində müəyyən eləyir. Əlavə o 246 manatdan çıxılır, əlavə nə qədər məbləğ qalırsa, həmin məbləği sabit pul məbləğində həmin valideynin üzərinə öhdəlik olaraq müəyyən eləyir ki, yəni aliment ödəməlisən. Yəni uşağın minimum həddini valideyn yerinə yetirməlidir. Amma burada digər məqamlar da önəmlidir. Hansı digər məqamlar nəzərdə tutulur? Axı uşağı saxlamaq öhdəliyi tək kənarda olan ata nəzərində tutaq. İndiki biz ata obrazındayıq. Ata obrazının üzərində deyil. Burada ananın da vəzifələri var.
Ana da eyni qaydada ata kimi öz uşağına məsuliyyət daşıyır və öhdəlikləri var. Onu yaşatmaq üçün öhdəlikləri var. Ola bilər ki, atanın 500 manat əmək haqqısı var, ananın 2500 manat əmək haqqısı var. Məhkəmə bu zaman baxır və ona uyğun olaraq da müəyyən edir ki, sən atadan 2500 manat əmək haqqı sən alırsan, 500 manat o alır. Sən ona deyə bilməsən ki, minimum 246 manat hamısını o verməlidir. Yaxşı məqama gəldiniz. Sosial şəbəkədə belə bir şərh görmüşdüm ki, ana ailə qurursa mən niyə aliment ödəməliyəm? Niyə aliment ödəməlidir Elvin bəy? Bunun cavabı budur ki, sənin uşağı kimsə başqası saxlamalıdır. Sənin uşağındır. Sən alimenti, yəni o sualı verən şəxs ola bilər ki, biraz fərqli düşünür, amma aliment anaya ödənilmir. Ananın saxlanılması üçün deyil ki, bu aliment uşağın saxlanılması üçündür. Bu uşaq da sənindirsə, deməli, bu uşağı sən saxlamalısan da. Sənin vəzifələrin aradan qalxmır ki, uşağın üzərində olan. Hüquqların aradan qalxmırsa, vəzifələrin də aradan qalxmayacaq. Ana ailə qurdu, okey. Sən uşağınla görüşə bilərsən, hüququn var, bəli. Uşağın gələcək rifahı üçün təhsilindən tutmuş, tərbiyəsindən tutmuş, digər bütün məsələlərdə valideynlərin hüquqları bərabərdir və sən bu hüquqdan istifadə edəcəksənsə, vəzifələri də paylaşmalısan və bunlar hüquqdan istifadə etmək istəmirsən, sən uşağınla görüşmək istəmirsən və s. və s. Bu sənin öz işindir. Bu sənin hüququndur. Amma belə deyək də, el arasında sənin uşağı kimsə başqası saxlamalı deyil. Sən saxlamalısan. Bu məqamda bir detallı toxundunuz. Atalıqdan məhrum etmə belə alimentdən azad etmir. Qəti. Qəti şəkildə. Valideyn hüququndan məhrum etmə onun vəzifələrini aradan qaldırmır. Keçən dəfə də biz bunu vurğulamışdıq. Yəni, valideyn hüququndan məhrum oluna bilər. O da çox özəl bir məqamlar olduqda valideyn hüququndan məhrum olunur. Amma yenə də öhdəliyi qalır. Yəni, vəzifə olaraq aliment ödəməlidirsə. Hətta mən sizə bir məqamı deyim ki, cəza çəkmə müəssisələrində cəza çəkən və aliment öhdəliyi olan valideynlərin belə o vəzifələri aradan qalxmır. Bəs onlar necə ödürlər? İçəridə işləyirlər, ödəyirlər. Rəsmi əmək haqqı alırlar. Onlar bəyəm içəridə ancaq bir daş dörd divar arasında oturub qalmırlar ki. Onların da orada işləri var, işlə məşğul olurlar, müəyyən əmək funksiyaları var, o müəyyən ola bilər peşəyə yiyələnsinlər, işləsinlər və təbii ki, gəlir əldə etsinlər. Və ona uyğun olaraq da gəlirlərindən aliment tutulur. Elvin bəy, yəqin ki, siz də aliment alan qadına qarşı cəmiyyətdə qəzəb elementlərinin şahidi olmusunuz. Sizcə bu aqressiyanın səbəbi nədir? Daha çox deyərdim ki, aliment vermək istəməyən kişilərə qarşı qəzəb daha çoxdur cəmiyyətdə. Aliment alan qadın buna qəzəb, mən şəxsən anlaya bilmirəm. Yəni, bunun qəzəbi nədən olmalıdır ki? Yəni, bayaq mən dediyim, oxuduğum şərh var idi. Ana ailə qurur, mən niyə aliment ödəməliyəm? Yəni, ailə qururlar, boşanırlar, sonra aliment alsınlar deyə. Belə yanaşmalar var. Biz bunu müəyyən mənada bunların da şahidi oluruq. Fikirlərimizin əvvəlindən dediyimiz kimi, alimentdir, uşaqdır, saxlamadır. Bu münasibətlər, ümumiyyətlə, ailə münasibətləri çox fərqlidir. Yəni, biz hər bir ümumiləşdirə bilmirik, heç istəsək də ümumiləşdirə bilmirik. Fərdi o qədər xüsusiyyətləri var ki, bax, siz dediyiniz kimi, olur belə məqam ki, qadın ərə gedir, övlad dünyaya gətirir və məqsədi yalnız və yalnız o olur ki, həmin övladın hesabına dolanışığını təmin etsin. Bu da hər adama qismət deyil də, belə deyək, bu cür düşüncədə olmaq. Niyə? Hər adam o cür yüksək məbləğdə əmək haqqı ilə təmin olunmur ki, onun alimenti də tutaq ki, yəni bunu düşünmək üçün gərək tərəfin bir 15 min, 20 min, yəni 10 min əmək haqqısı olsun ki, fikirləşsin ki, bir uşağa görə tutaq ki, 2500 manat pul alacaq hər ayda, 500 manatın uşağı xərcləyəcək, 2000 manat da özünün dolanışlığı üçün bəsdir. Yəni, belə baxanda bir gündən tutaq kimsə, ümumi olaraq haradasa işləyir və 1500-2000 manat tutaq ki, əmək haqqı alır. Amma bir qadın bir uşağa görə yaxşı bir, belə deyək, uğurlu ailə qurub, İmkanlı bəylə ailə qurub. İmkanlı bəylə ailə qurub və sonra da nikahı pozulur, uşaq yanında qalır və küllü miqdarda hər ay aliment alır. Amma bu cür insanlar düşünürəm o qədər çox deyil ki, cəmiyyətdə məsələ də burası. həmin o qəzəbin şahidi olur. Yəni nə qədər bizim
belə cəmiyyətdə 3000, 5000, 10000, 20000 əmək haqqı ala bilən və yaxud da ki, ayda 3-5 min aliment öhdəliyini icra eləyə bilən şəxs var. Yəni sayla belə deyək də 50, 100, 200 ola bilər də. Nəzərə alsaq ki, bu günlərin aliment qərarlarının ümumi bugünkü gündə icrada olan aliment qərarlarının sayı 100 mindən çoxdur. İrəliləyən dəqiqələrdə bu detallı da toxunacaq, amma mən istərdim elə ana məsələsində, qadın məsələsinin üzərində bir balaca dayanaq, orada vurğu edək. Hansı halda alimenti kişi yox, məhz qadın ödəyir? Bu o haldadır ki, nikah pozularkən və ya nikah pozulmadan uşaq digər valideyndə qalır. Yəni atanın yanında qalır, rəsmi olaraq onun himayəsinə verilir. Belə olan halda təbii ki, ana da o kənarda qalan ata kimi aliment öhdəliyini icra etməlidir. İstərdim sizin bir balaca təcrübənizə nəzər salaq və yaxud da ki, həmkarlarınızın təcrübəsinə nəzər salaq. Bu kimi hallar bizdə nə qədər geniş yayılıb? Varmı alimentin qanunu ödədiyi? İndi çoxdur. Mənim öz təcrübəmdən irəli gələn bir neçə faktı deyə bilərəm ki, hətta bir fakt üzrə 2 uşaq atanın himayəsinə verilmişdi. Ana üzərində aliment öhdəliyi var idi məhkəmə qərarı ilə. Ana bu öhdəliyi illərlə icra etmədiyi üçün biz məhkəməyə müraciət etdik. Eyni zamanda hüquqlarını da icra etmirdi ana. Ümumiyyətlə uşaqları atıb getmişdi belə deyək. Və biz məhkəməyə müraciət etdik, ananın valideyni hüququndan məhrum etdik. Məhkəmə baxdı ki, həqiqətən də uşaqlar 3 yaşından, 2 yaşından hətta uşaqlar atıb getmişdi. Və uşaqların artıq 10 yaşı var idi. Ümumiyyətlə 8 il ərzində ana uşaqlarla heç bir halda maraqlanmamışdı. Ki, uşaqlar hardadır, nədir. Amma ata bütün öhdəlikləri icra edirdi. Yəni çox yaxşı da ata idi. Və Azərbaycanda da yaxşı. Azərbaycanda bəli. Və məhkəmə qətnamə çıxartdı, ananın valideyni hüququndan məhrum etdi. Yəni düzdür, orada zaten ata belə deyək də anasız da o uşaqlara baxırdı. Yekunda nə baş verdi? Valideyni hüququndan məhrum olundu və tam olaraq ata tək belə deyək də hüquq sahibi oldu. Yəni onsuz da uşaqlar üzərində. Harasa gedəndə eləyəndə orada artıq ananın icazəsi lazımdır, bu detallar var idi. Aliment məsələsi də bu 8 il ərzində deməli ödənmədi. Ödənmədi, bəli. Onunla bağlı məhkəmə daha doğrusu məhkəmə icra məmuru təqdimatla bir dəfə, hətta yox, 2 dəfə ana inzibati qaydada 528.1-lə cərimə olundu. Bundan sonra da yəni cinayət işin başlanması üçün artıq digər tərəf yəni istəmədi, yəni ki, da o həddə çatdırsın. Sadəcə olaraq valideyni hüququndan məhrum edilməsi ilə kifayətləndi. Yəni belə olan halda cinayət hətta məsuliyyəti yaranır. Məhkəmə qərarından yayınma. Bəli, əlbəttə ki. 306-cı maddə ilə Cinayət Məcəlləsi. Elvin bəy, bəs ata yenidən ailə qurarsa, başqa övladı olarsa, bu zaman müraciət edib aliment məbləğini azaltmasını tələb edə bilərmi? Ümumi olaraq hüququ var, bəli. Qanunverici ona bu hüququ verib, amma təmin olunub-olunmaması yenidən fərdi qaydada müəyyən olunan məsələlərdir və məhkəmə bu zaman araşdırır, görək ki, sən alimenti niyə ödəyə bilmirsən? Sualının cavabını araşdırır. Yəni mən ailə qurmuşam, mənim bir övladım da var, məsələn, əlavə övladım var yeni ailəmlə. Bu o demək deyil ki, sənin öhdəliyin bu birisi övladın yanında, əvvəlki övladın yanında öhdəliyin azalmalıdır. Əgər sən əmlak vəziyyətin dəyişmirsə, ümumi gəlirlərin dəyişmirsə, öhdəliyin yerində qalacaq. Bu o halda olur ki, sənin ümumi əmlak vəziyyətin dəyişir, sənin gəlirlərin azalır, kifayət qədər azalır, belə deyək də, və sən bunu əsas gətirib məhkəməyə müraciət edə bilərsən. Yoxsa mən ikinci dəfə ailə qurmuşam, burada da uşağım var, mən tutaq ki, 500 manat aliment verirdim, məsələn də tutaq ki, 2000 manat əmək haqqısı var. 2000 manat əmək haqqısı var, 1/4 500 manatdır, 500 manat aliment verir. Deyir ki, mən indi bir uşağım da var burada, bunu 500 manat yox, 300 manat elə. Məhkəmə deyəcək, 2000 manat sənə kifayət edir ki, özü də dolandırasan, uşağı da dolandırasan və bu birisi uşağın da alimentini ödəyəsən. Əslində 2000 manat yüksək bir gəlir deyil.
müasir Ümumi olaraq mövcud götürür. qiymətlər Bəli. üçün, amma ən azından növbəti ailəni qurmaq, orada dövlətin Bəli. də olması da Bu halda fərdi da seçimdir. bu halda da baxılır, yenə də məhkəmə baxır, görək digər valideynin, yəni o uşaq kimi yanında onun gəlirləri nə yerdədir. Ola bilər ki, həmin valideynin yüksək səviyyədə gəlirləri var. Elmə heç Ona uyğun olub bu olaraq ki, azalda bilərlər. ata aliment ödəyir, hətta yüksək aliment də ödəyir və bir müddətdən sonra məhkəməyə müraciət edir ki, mən ödədiyim məbləğ əsasında mənim uşağıma baxılmır və yaxud da ki, onun qidalanması zəifdir. Bütün bu axı eyni zamanda uşaq ananın yanındadır. Ananın da bir öhdəliyi var ki, bu uşağa mən baxmalıyam. Belə məhkəmə prosesləri olurmu və siz Olur. Necə bu yekunlaşır? Necə Olur, baş verir? mən bir məqamı deyim ki, bu tip məsələlər çox ümumiyyətlə müraciət olunur. Yəni aliment ödəyən tərəf müraciət eləyir ki, mən ödədiyim aliment uşağa xərclənmir. İndi hansı ədalətdir, hansı ədalətsizdir? Yox, orada yenə deyirəm, burada da araşdırmaq lazımdır ki, sən nə qədər aliment ödəyirsən? Mənim yadıma gəlir, efirdə bir dəfə belə bir hal var idi. Dedilər, bir yoldaş gəlmiş, dedi ki, mən ayda 250 manat aliment ödəyirəm, uşağa xərclənmir. Mən orada da bildirdim, 8 manatın uşağa xərclənməmsin. Yəni, uşaq ac deyilsə, Allah'a şükür elə də, yəni. Yəni, ödədiyin alimentə uyğun olaraq uşaq ac deyilsə, sən Allah'a şükür eləməlisən. Yəni, sən 5000 manat tutaq ki, aliment verib, sən onu müzakirə eləyə bilərsən ki, 5000 manatlıq uşağa nə xərclənir. Belə olan hallarda da yəni, bizə qanunvericilik imkan verir ki, aliment məbləği yüksək olanda və uşağın xərcləri o qədər deyilsə, məhkəmə qərar qəbul edir ki, ödənilən məbləğ bir hissəsi, amma 50%-dən çox olmamaq şərti ilə uşağın adına açılmış xüsusi bank hesabına köçürülsün. Xatırlayırsınız, belə bir xəbər var idi. Səhv etmirəmsə, atanın 60 min manat maaşı var idi. 20 min ya bir qədər də aşağı məbləğdə aliment kəsilmişdi. Sonradan ata yenidən məhkəməyə müraciət etdi ki, Mənim öz təcrübəmdə olub belə. Yəni, necə olub? Kifayət qədər yüksək məbləğdə əmək haqqı alan valideyn idi və qarşı tərəf, yəni uşaq anası rayonda yaşayırdı, rayonların birində yaşayırdı. Bakıda yaşadıkları müddətdə bir yerdə qalırdılar. Sonra köçüb getmişdi, rayonda yaşayırdı öz valideynlərinin yanında. Bu zaman nikah pozuldu və kifayət qədər yüksək məbləğdə, ayda 4000-dən yuxarı aliment verilirdi. Və biz məhkəməyə müraciət elədik ki, həmin alimentin yarısı uşağın adına açılmış hesaba köçürülsün. Məhkəmə qərar qəbul elədi ki, bəli, həqiqətən də 2000 manat kifayət qədər, yəni yetərlidir ki, uşağın bir aylıq dolanışığını təmin etsin. Yarısı da gedir hesaba. Yarısı da gedir hesaba 18 yaşına kimi. Bəli, hətta qərarda da göstərmişdi ki, həmin hesabdan pulun çıxarılması, istifadə olması hər iki valideynin razılığı ilə olmalıdır. Yəni onun önəmi olmazdı onda, əgər hər iki valideyn razılığı ilə olmasaydı. Yəni zaten hesaba köçürdürsənsə, o hesabdan da həmin valideyn tək olaraq özü istifadə edə bilirsə, heç bir mənası olmur. Məhz o hesabdan istifadənin əsaslandırılması olmalıdır. Artıq digər valideyn deyirsə ki, mən tutaq ki, 2000 bəs eləmir, hesabda yığılan pulu xərcləmək istəyirəm. Bu zaman əsaslandırmalıdır o aliment ödəyən valideynin qarşısında ki, mən niyə görə o 2000 manatı çatdıra bilmirəm. 18 yaşdan sonra isə sərbəst. 18 yaşından sonra o məbləğ tam olaraq həmin uşağın puludur. İstədiyi zaman, istədiyi formada xərcləyə bilər 18 Əlbəttə. yaşdan sonra. Bəs ölkəmizdə birdəfəlik aliment varmı? Məsələn, valideynin, atanın və yaxud da ananın. İndi biz daha çox müşahidələrimiz və praktikada ata tərəfin daha çox aliment ödədiyini nəzərə alaraq ata obrazından çıxırıq söhbətə. Hansısa bir mülkünü ödəyir. Bu ola bilər hansısa bir obyekt olsun, ev olsun və birdəfəlik aliment öhdəliyindən azad olur. Varmı belə bir? Əlbəttə, qanunverici imkan verir buna, Ailə Məcəlləsi buna imkan verir. Bu iki formatda mümkün olur. Bir saziş şəklində, yəni nikah pozularkən, yəni uşağın saxlanılması üçün təyin olmuş müəyyən bir fiks məbləğ olur. Qəti bir məbləğ müəyyən olunur, aylıq və həmin aylıq, həmin məbləğin
18 yaşına qədər olan hissəsi, yəni tam olaraq hissəsi, indi bu uşaq 10 yaşında da ola bilər, 5 yaşında da ola bilər, fərqli yanaşmadır. Yəni illik xərc və bu vurulur Bəli. illərə. Bəli, yəni həmin müddətə, tam 18 yaşına qədər olan müddətə hesablanır və bir valideyn onu tam olaraq, yəni sazişlə könüllü şəkildə ödəyə bilər. Ki, mən bunu tam olaraq ödəyirəm, bunu əmlak şəklində ödəyirəm, daşınmaz əmlak şəklində ödəyirəm və yaxud da daşınar əmlak şəklində ödəyirəm, fərq etməz. Və yaxud da ki, tam bir məbləğ şəklində, yəni pul məbləği şəklində ödəyirəm və bununla da həmin öhdəliyi, yəni 18 yaşına qədər olan bu öhdəliyi tam icra etmiş olur. Və digər məqam isə bu öhdəliyin, yəni bir dəfəlik alimentin ödənilməsinin məhkəmə qərarı ilə təmin olunmasıdır ki, və bu hansı hallarda mümkündür? Valideyn məsələn xaricdə yaşayır, xaricdə işləyir, əmək haqqısı xaricdədir və burada gəlirləri qeyri-stabildir və bir çox digər hallar var ki, belə olan hallarda digər valideyn, yəni uşaq kimi ki himayəsindədir, o məhkəməyə müraciət edir ki, tutaq ki, bu valideyn əsasən xarici ölkədə yaşayır. Yəni ata xaricdə yaşayır. Bəli. Əmlakı da xaricdədir, əmək haqqısı da xaricdədir. Və ondan alimenti hər ay almaq, bunun icrası mümkün olmayacaq. Ona görə də bir dəfəlik hesablanıb ondan alimentin tutulmasını təmin etdirə bilər. Və eyni zamanda xarici ölkə vətəndaşı olarsa da belə bunu etmək olar. Ata deyir ki, mənim 3 evim var, onun birini bağışlayıram. Bu artıq könüllülük prinsipi əsasında olur, saziş şəklində olur. Bəs əgər atanın iş yeri Azərbaycandadırsa, bu tətbiq oluna bilərmi? Yəni bu da yenə iki tərəfin razılığı. Azərbaycanda olduqda, dediyim bu şərtlər olmadıqda çox nadir hallarda ola bilər o. Çox nadir hallarda ola bilər, xeyr, əslində. Yəni razılıq əldə edə bilmir ata-ana, ona görə olmur, yoxsa? Yox, dediyimiz şərtlər yoxdur axı. Yəni adam Azərbaycandadır, Azərbaycanda əmək haqqı alır, əmlakı da Azərbaycandadır, hər şey Azərbaycandadır. Yəni yerli, burada ölkəmizdədir. Yəni bundan bir dəfəlik aliment öhdəliyini sən nəyə görə tələb edirsən? O zəruri olan hallardır ki, yəni sabahlarım tutaq ki, dediyim kimi bu xaricdədir, sən bunu hər gün görə bilməyəcəksən, hər gün bundan pul almaq mümkün olmayacaq. Və yaxud da ki, əmək haqqısı xaricdədir, sən onu necə əmək haqqısına yönəldəcəksən? Belə olan hallarda mümkündür. Yoxsa adam Azərbaycanda işləyir, Azərbaycanda əmək haqqı alır, hər şey də Azərbaycandan. Sən bundan necə deyə bilərsən ki, bu uşağın 18 yaşına qədər olan bütün məbləği hamısını birdən mənə ödə və hansı məbləği ödəməlidir o? Məsələ burası, hansı məbləği ödəməlidir? Belə ziddiyyətlər var deyirsiniz. Əlbəttə ki. Elvin bəy, baxın, aliment ödəməyən valideynlərlə bağlı icra mexanizmini yenidən işləyir. Bayaq bir fikir söylədim. Bugünkü gündə icra qurumlarında ölkədə 100 mindən çox aliment qərarları var. Alimentin ödənilməsinə bağlı qərarlar. Bu o deməkdir ki, ən azından bir 150 mindən yuxarı uşaq məcburi qaydada, yəni aliment ödənilməlidir uşağın saxlanılması üçün də. 150 mindən çox insan təsəvvür kimdənsə asılıdır. Bunu uşağı deyirəm amma mən, yəni yetkin yaşına çatmışlardan danışmıram. Və icra məmurlarının sayını hesablayaq. Görün nə qədər icra məmuru var və bir icra məmurunun icraatında bəlkə də minlərlə hələ aliment işləri var, icra işləri var. Və bu davam eləyən işlərdir. Bu bir dəfəlik iş deyil də. Yəni tutaq ki, bir ay ata ödəyir normal, ikinci ay ödəyə bilmir. Bu o hallarda olur ki, atanın rəsmi gəlirləri yoxdur. Yəni sabit pul məbləğində müəyyən edilmiş alimentlərlə bağlı olur bu. Və buna görə də ləngimələr olur. İcraçı təsəvvür edin ki, icrasında tutaq ki, bir 500 aliment işi var, hansı ki ödənilmir və yaxud da ki, problem yaranır, gecikməklə ödənilir. Və tərəf də icraçıya müraciət edir ki, bəs mənim pulumu ödənilmir, mənim pulumu ödətdir. İcraçının da 8 saatlıq işi var da. Bu 8 saat ərzində digər icra işlərini də görməlidir və bu alimentə görə də həmin o valideynlə telefonla danışmalıdır, ona hansı məcburiyyət tədbirlərini həyata keçirtməlidir və s. və s. Və buna görə yubanmalar olur. Bu məntiqi yubanmalardır. Amma bu eyni zamanda nə ananın, nə aliment alan atanın, nə də uşağın problemi deyil axı. Təbii ki problemi deyil, amma burada yəni
tam olaraq da icra qurumunda bir problemi deyil. Yəni icra qurumu qanunvericinin ona imkan verdiyi bütün məcburiyyət tədbirlərindən istifadə eləyir. Ölkə hüdudlarından kənara çıxmama ilə bağlı təqdimatla məhkəməyə müraciət eləyir, inzibati qaydada şəxsin belə deyək, məsuliyyətə cəlb olunması ilə bağlı müraciət eləyir, əlavə olaraq cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciət eləyir. Yəni bu cür müraciətlər təbii ki, icra qurumları tərəfindən həyata keçirilir. Amma konkret olaraq, yəni icraçı mütləq qaydada bugün aliment ödənilməlidir. Məsələn, qərarda yazılıb ki, ayın 12-si aliment ödənilməlidir, hər ayın 12-si. 12-si ödəməlidir, ayın 13-ü mütləq qaydada icraçı bunu ödətdirməlidir deyə bir anlayış yoxdur. Elvin bəy, biz demək olar ki, alimentlə bağlı ən azından bəlli bir istiqamətə toxunduq. Əslində siz əvvəldə də qeyd edədiniz ki, aliment mövzusu elə geniş mövzudur ki, elə aspektlərdən biz yanaşa bilərik ki, hətta təkcə bir layihədə deyil, bir podkastda, bir verilişdə deyil, buna silsilə verilişlər də ayırmaq olar, danışa bilərik. Və əlbəttə ki, bütün bunlar müəyyən mənada cəmiyyətdəki yanaşmanın, eyni zamanda hüququn sənə verdiyi imkanlar qədər tətbiqə gətirir, eyni zamanda yanaşmalar sərgiləyir. Mən istərdim ki, sizin burada bir fikrinizlə tanış olum. Sizcə aliment mövzusunda, aliment məsələsində bizim problemlərimiz daha çox mədəni problemlərdir, yoxsa hüquqi problemlər? Mən deyərdim ki, ilk olaraq mədəni və mənəvi problemlərdir. Sonra hüquqi problemlərdir. Niyə üçün? Çünki qanunlar bizə imkan verir ki, birinci, bu tip məsələləri ailə münasibətlərindən irəli gələn öhdəliklərdir, hüquqlardır və s. Bunları tərəflər öz aralarında həll etsinlər. Yəni, burada bir mənəvi və mədəni yanaşma sərgiləsinlər. Aralarında saziş bağlasınlar. Və yaxud da ki, bax, bir sual verək də bir-birimizə də ki, nə üçün kənar bir qurum, istər məhkəmə olsun, istər icra qurumu olsun, dünyaya övlad gətirən bir valideynə məcbur etməlidir ki, geç sən öz uşağının pulunu ödə ki, o ac qalmasın. Yəni, nə üçün bu olmalıdır? Niyə axı həmin valideyn özü, öz düşüncəsi ilə, öz dərakəsi ilə, öz mədəniyyəti ilə, öz mənəvi dəyərləri ilə bunu etməsin? Yəni, bu nə üçün etməməlidir ki? Yəni, niyə bunu kimsə başqası ona etdirməlidir? Məsuliyyətsiz olduğu üçün. Yəni, yenə də gəlirik ki, mənəvi və mədəni məqamlar birinci gəlir. Sonra hüquqi məsələlər gəlir. Uşağa hüquqdan nədən danışaq ki? Uşaq hüquq nədir? Uşaq üçün hüquq nədir ümumiyyətlə? Əslində, uşaq 3 yaşında, 5 yaşında uşaq üçün hüquqdan nə danışa bilərsən? Onun üçün hüquq nədir? Onun valideynin ona düzgün münasibət bəsləməsi. Əslində, bir uşaq üçün atasının və anasının mehriban, bir-birini sevməsi və bu sevgini övladlarına yansıtması çox gözəl bir nümunə, bəlkə də onun gələcəyini düzgün, sağlam yaşaması üçün yönəltdiyi bir istiqamətdir. Bəzən bizdə belə bir yanaşma olur. Boşanma yoxdur. Amma uşaq olan evdə ata da, ana da hər gün yəni söz-söhbət var evdə, dava-dalaş var. Bu da uşağın sağlam böyüməsinə imkan vermir. Təbii ki, o başqa artıq. Bu artıq başqa istiqamətdir. Və belə ailələrdə bir çox hallarda mütəxəssislərdir, böyüklərdir, düşünürlər, danışırlar və deyirlər ki, siz ayrılsanız amma mədəni şəkildə ayrılsanız, o uşağa daha çox fayda vermiş olarsınız. Nəinki hər gün onun gözünün qabağında bir-birinizi təhqir edəsiniz, bir-birinizə şiddət göstərəsiniz və s. və ilaxır. Bir qədər əvvəl nikah məsələsinə toxundunuz və bu nikahdan əvvəl nikah müqaviləsi amili də var. Mən buradan elə hazırda elə qonağımız olmuşkən təklif edərdim ki, bir dəfə də bu nikah müqaviləsi haqqında danışarıq sizinlə. Çünki bu bizim cəmiyyət üçün yeni bir yanaşmadır. Tətbiq edənlər varmı? Baxın, var əslində, tək-tək olsa da buna artıq belə deyək, müraciət edənlər var və mən səhv etmirəmsə efirlərin birində də mən bunu vurğulamışdım. Sual verilmişdi ki, siz necə düşünürsünüz də ki, nikah müqaviləsi olmalıdır mı? Bu insanlar arasında, iki tərəf arasında bir-birlərinə olan etimadı sarsıtmırmı? Mən qəti şəkildə buna əleyhinəyəm. Niyə?
Baxın, biz müqavilə dedikdə əslində əvvəllər belə düşünürdülər ki, müqavilə odur ki, sən bir-birinə inanmırsan və buna görə də bunu sənəddən ortaya qoyursan. Biz bir işə gedəndə də orada da müqavilə imzalayırıq, amma bir-birimizə inanırıq da. İndi dünya axı başqa dünyadır. Biz hüquqi bir cəmiyyətdə, hüquqi bir müstəvidə məsələləri həll etməyə çalışırıq. İnam gözəldir. Ər-arvad bir-birinə inanır zaten, ailə qurur. Amma fikirləşək ki, sabah bunların arasında bir problem əmələ gəlir. Yaxşı gündə hər şey əladır. Hə, sabah bir problem əmələ gəlir və tərəflər bir-birlərinə əvvəl dedikləri sözlər tamamilə əks kontekstdən belə deyək, yanaşılır. Leksikon dəyişir. Leksikon dəyişir. Başqa sözlərdən istifadə olunur və bir-birlərinə verdiyi sözlər, yəni etibar o sözləri artıq deyir ki, boş şeydir, qutardı. Onu mən sənə o vaxt demişdim, indi keçmir. Bunun üçün də müqavilə çox gözəl bir şeydir. Ona görə təklif edirəm ki, növbəti buraxışlarımızın birində də elə biz o istiqamətdə bir müzakirə təşkil edərik. Bugün isə biz alimentdən danışdıq. Sonda qeyd edəcəyiniz hansısa bir detal varmı? Bayaq bir fikir bildirdiniz. O valideynin mədəni məsələsi. Mən düşünürəm ki, nikahın pozulması o qədər də belə deyək, qlobal məsələ deyil. Əslində bugün nikahların pozulmasına niyə belə qlobal baxılır və daha ağırlı yanaşılır? Çünki nikah pozulandan sonra uşaqların bax bu çətinliklərlə üz-üzə qalması, valideynlərin məsuliyyətsiz, vicdansız və mədəniyyətsiz formasında bu məsələyə yanaşması, mən təbii ki, hamısına bunu şamil etmirəm ki, elə valideyn var ki, həqiqətən də ödəyə bilmir, elə valideyn var ki, ödəmə iqtidarındadır, özü ödəmir. Təşəkkür edirik Elvin bəy sizə. Mən sizə təşəkkür edirəm. Minnətdarıq. Əziz dostlar, hardan başlamalının bu dəfəki qonağı vəkil Elvin Səlimov idi. Növbəti buraxışda görüşəcəyik. Sağ olun.